Hər vaxtınız xeyir olsun, əziz Sport Info izləyiciləri. Mən Aytən Mustafayeva yeni xəbər bloku ilə qarşınızdayım. Sumqayıt Nikola Ninkoviçlə danışıqlar aparır. Klub 31 yaşlı legionerin xidmətində maraqlıdır. Mövsüm başa çatandan sonra Serbiyalı yarım müdafiəçi ölkəmizdə ayrılıb. O karyerasını vətənində davam etdirmək istəyir. Xüsusilə də Saşa İliçin baş məşqçi postundan gedişindən sonra orta sahə oyunçusu burada qalmaqda maraqlı deyil. Amma onun performansından razı qalan kimyaçılar onu fikrindən daşındırmaq istəyir. Neftçinin sıralarına qatmağa çalışdığı növbəti hücumçunun kimliyi dəqiqləşib. Daha doğrusu Ağqaralar bu ilin əvvəlində Azərbaycana gətirmək istədiyi ön xətt oyuncusu ilə yenidən təmasa keçib. Söhbət Viktoriyanın sabiq forvardı Ricardinho'dan gedir. Qazaxıstan mətbuatının yaydığı xəbərə görə tərəflər arasında danışıqlar artıq son mərhələdədir. 25 yaşlı Braziliyalının karyerasını Azərbaycanda davam etdirməkdə maraqlı olduğu vurğulanıb. Hətta ilkin razılığın əldə edildiyi yazılır. Ricardinho hazırda azad agent statusu daşıdığından Neftçiyə havayı başa gələcək. Aldığımız məlumata görə Neftçi Cənubi Amerikalıya $400.000 üstündə illik ödəniş etməyə hazırdır. Sambaçı öncə $500 milyon çox pul istəsə də son günlər bir qədər yumşalıb. Odur ki, sövdələşmənin rəsmiyyət qazanmaq ehtimalı yüksəkdir. Ricardinho karyerası ərzində Gremio, Maritimo, Levski və Makabidə çıxış edib. Albaniya çempionu Ignatiya Azərbaycan millisinin sabiq müdafiəçisi Zamik Əliyevlə yollarını ayırıb. Bu barədə futbolçumuza dünən axşam məlumat verilib. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin çağırışı ilə futbolçunun ölkədən çıxışına qadağa qoyulub. Zamik Əliyev mövsüm başa çatdıqdan sonra istirahət üçün Azərbaycana qayıtmışdı. Yay fasiləsindən sonra komandasının təlim məşq toplanışına qatılmaq üçün ölkəni tərk etmək istəsə də hava limanında ona çıxışına icazə verilməyib. Nəticədə 23 yaşlı müdafiəçi Avropa klublarından aldığı digər təklifləri dəyərləndirə bilməyib. Yaranmış vəziyyəti nəzərə alan Albaniya çempionu futbolçu ilə müqaviləyə xitam verib. Bizi izləməyə davam edin. Xəbərin birinci ünvanı Sport Infodur. Qismət olsa yenidən görüşənədək.